Böyük zəfərə gedən yolda Hadrutun azad olunması ordumuza strateji üstünlük qazandırdı. Elə növbəti süjetimizdə Hadrutu azad edən qəhrəmanlardan danışacağıq. Onlardan bəhs eləyən filmin təqdimatı keçirilib. Ekran əsərində əməliyyata qərar verilməsindən qəsəbənin tam azad edilməsinədək olan proseslər bütün detallarına qədər göstərilib. Nizami Kino Mərkəzində təqdimatı baş tutan Hadrut, Sən Azadsan sənədli filmində 44 günlük vətən müharibəsinin parlaq səhifələrindən biri Xocavənd rayonunun Hadrut qəsəbəsinin düşmən işğalından azad olunması əməliyyatından bəhs edilir. Bu, gələcək nəsilləri üçün unikal bir materialdır. Təsəvvür edin ki, hətta bir 20, 30, nə bilim 50 il sonra da bəlkə də Hadrutun azad olunması, Şuşanın azad olunması barəsində filmlər çəkiləcək. Amma o zaman real qəhrəmanlar olmayacaq. Bunlar ya aktyorlar tərəfindən, ya digər. Bizim bəxtimiz gətiribdir ki, biz real qəhrəmanları çəkə bilmişik. Filmdə dəmir yumruq əməliyyatının əsas xəlqəsi sayılan qəsəbənin azad olunma planının unikal formada təşkil edilməsi və uğurla həyata keçirilməsi öz əksini tapıb. Hadrutun bilirsiniz ki, relyefi çox qəlizli və o dağların arasında yerləşib, döşündə yerləşib və oranı azad etmək çox çətinlik və professionallıq tələb edir və bu döyüşlər barəsində biz çox eşitdik və biz məhz Şuşa Sən Azadsan filminin çəkilişi zamanı qərar verdik ki, növbəti çəkilişimiz məhz Hadrutun azad olunması barəsində olmalıdır. Çəkilişləri əməliyyatın keçirildiyi məkanlarda aparılan filmdə əməliyyatın detalları döyüşlərdə iştirak edən hərbçilərimizin dilindən nəql edilir. Film boyu real döyüş kadrları ilə bərabər bütün qoşun növlərinin, əsasən də xüsusi təyinatlıların aparıcı rol oynadığı proseslərdə təkrar olunmaz hərbi fəndlər, döyüş səhnələri imitasiya olunaraq lentə alınıb. Hadrut filmi bir tarixi ekran əsəridir. Yəni ki, təbii ki, art var orada, incəsənət var, bunlar öz yerində. Amma bu tarixi əhəmiyyət daşıyır. Yəni, elə bilin ki, 44 günlük müharibənin ikinci fazası orada açıldı. Belə deyək, ikinci nəfəsi açıldı və Hadrutdan sonra demək olar ki, düşmən ümidlərindən, özlərindən əvvəl ümidləri öldü. Qeyd edək ki, ekran əsəri Mədəniyyət Naziri yanında Kino Agentliyinin sifarişi ilə Bakı Media Mərkəzi və Azərbaycan Film Kinostudiyası tərəfindən istehsal edilib. Filmin baş prodüseri Arzu Əliyevadır.